Hörmətli Vətən Qəhrəmanları TV saytının izləyiciləri, bu günləri daha bir milli qəhrəmanımız haqqında sizə məlumat verəcəyik. Məlumatdan öncə yuxarıda üstəgəl işarəsinə toxunmaqla kanalımıza abunə olmayı və paylaşmayı unutmayın ki, qəhrəmanlarımızın təbliğatını daha geniş şəkildə həyata keçirdək. Bu günləri Azərbaycan Respublikasının şəhid milli qəhrəmanı Şövqər Abdullayevin şəhadət olduğu gündür. Şövqər Abdullayev 1969-cu ildə 5 apreldə dünyaya göz açmışdı. Birinci Qarabağ müharibəsi başladığı zaman Şövqər Abdullayev də döyüşlərə qatılmışdı. Bəli, qanun faciələri yadda qalan bir dövr olsa da, ancaq Azərbaycan oğlanlarının qəhrəmanlar göstərdiyi bir dövrə təsadüf edir. Şövqər də bir çox uğurlu döyüşlərdə iştirak edərək düşmənin kabusuna çevrilmişdi. Lakin 27 avqust 1992-ci il Şövqər üçün son döyüş oldu. Qızğın gələn döyüşlər nəticəsində qəhrəmanımız qəhrəmancasına şəhid oldu. Qəhrəmanımızın qəhrəmanlığını nəzərə alaraq Ali Baş Komandan qəhrəmanımızı Milli Qəhrəman adı ilə təltif etmişdir. Biz də Milli Qəhrəmanlar Təşkilatı, Vətən Qəhrəmanları Cəmiyyəti olaraq qəhrəmanımızın ailəsinə başsağlığı veririk. İnşallah haqq dünyasında qəhrəmanımızla görüşməyi Allah bizə nəsib edir. Allah rəhmət etsin. Gəlin qəhrəmanlarımızı unutmayaq. Gələcək nəsillər Şövqər kimi qəhrəmanların qəhrəmanla böyüməlidir.